Qalanın bax bu tərəf, bu dərə Cımcımaq kəndinə gedir, bu tərəf də Qalal kəndinə gedir. Amma məsələ oradakı çaylar keçmək üçün ya böyük maşınlar olmalıdır, ya da sağ olsunlar belə körpülər qoyublar, körpüdən keçəcək. Yolumuza davam edirik. Beləliklə, bax bu gözəl kəndə gəldik. Kəndin girişidir. Kənddəki bu çəpərlər xüsusən də diqqətimi çəkir. Tam dağın ətəyində yerləşirkən, elə yaşayış evləri bu girişdə olanlardır, səhv eləmirəm. Eldar dayı gilə gedirik, Gülizar nənə gilə gedirik. Xəbərlər yoxdur, çünki telefon əlaqəsi olmadığı üçün biz xəbər edə bilməmişik. Ay salam Melek'im. Tanıdım. Kimse bakın. Can, senin hakkında o kadar candan Hoş geldin. Televizyonda. Ay yaxşı olur. Siz diyeceksiniz. Sağ ol. Hoş geldin. Doğrudan da çok şirin demedi. Görürsünüz dostlar. Bak o kadar mehriban şirin karşıladı. O kadar şirin maşallah. Salam aleyküm. Necəsiz gözəl insan? Yaxşı, yaxşı. Burada çıxardıq. Bismillah. Bismillah, bismillah. Ha, bismillah. Ya Allah, ya Allah. Ay salam aleyküm. Ay hoş geldin. Necəsiz? Keyfiniz, halınız? Sağ ol, kesinlikle. Allah sizə bərəkət. Hə, Fazil dayı, Fazil dayı. Öyle mi? Ümmetim orada. Gel. Hiç inanmazdım ki oradan buraya gelersiniz siz. Gələrik. Orxan elə dedi ki, sizi dedim, mən o kəndə gedəcəm. Gedib o nənə gör. Hə, Allah üçün. Dostlar, o qədər xoş, o qədər mehriban. Elə bilirəm bəlkə illərdir bu ailəni tanıyıram. Hə, çox sevindim, çox sevindim. Gör nə gözəl, gör nə gözəl, nə şirin ev, nə şirin ailə. Çok sağ ol. Maşallah. Ben bir şey Allah Teala ağ birçəkləri, ağ saqqalları bizim üzərimizdən əksik eləməsin. Bəli. Onlar bizim ən gözəl varisimizdir, ən gözəl həyatda mükafatımızdır. Evin bərəkəti o evin ağ birçəyi ağ saqqalındadır. Bəli, Başqa yerdə gedib iş, ruzu, bərəkət axtarmayın. bəli. Bilin bəli, ki, sizə yaxın olan, Bəli, bəli, bəli. gəl ağ saqqal, gəl yanım. Gel. Yaxın olan bərəkət ruzu eləməz ailələrdə olan valideynlərdir ki, Bəli, bəli. bunların dəyərini bilməliyik. İnsan hansı yaşda olur olsun, anaya, ataya ehtiyacı vardır. Var. Özün bir yaşın olsa, 80 yaşın olsan da bil ki, yenə də ataya, anaya ehtiyac Ehtiyacı vardır. var. Ona görə valideynlərin dəyərini bilək, onları başımızın tacı edək. Bəli. Unutmayaq və tövsiyəm də budur ki, harda yaşayır, yaşasın valideynlər. Onları sevək, yanlarına gedək, dəstəkləyək, bağrımıza basaq. Ana, bundan əvvəl yolda gəlirəm, deyirəm ki, qəflətən qonaq Əzrail kimindir, xəbər eləmədən gəlir. İndi bura gələndə zəng eləyə bilmirsən ki, gəlirəm filan. Amma gələn kimi, bax, müqayisəyə diqqət eləyək. İndi elə evlər var ki, getmədən qabaq gərək deyəsən ki, sizə qonaq gəlirəm. Çay qoysunlar, yemək eləsinlər. Amma görün,
indiki o vaxt necə idi? Yəni indiki burada yaşayırlar o halı. Qəflətən gəlirsən, gələn kimi çayı evində Allah verəndən Bəli. nə varsa o xoş, mehriban olur. Yer var gedərsən. Keçmişdən qalıb da, keçmişdən. Bəli, bəli. Keçmişdən qalan adət nədir bu? Əlbəttə. Bəli. Yer var ki, gedərsən, kabab verərlər. Elə bir üz göstərərlər ki, elə bir kabab yerinə sümük yemisən, zəhər yemisən. Hə, Yer var hə. ki, gedərsən pendir çörəyi olar. Üzün gülər olsun. O qədər meyil. Bəli, Mən məsələn bəli. burada bugünkü gündə yeməyin və ya çayın nə olmağı artıq mənə maraqlı deyil. Gələndə Orxan deyir ki, Mübariz bəy, getsək, sən ailəmən deyirəm, ax deməmişik, necə olar? Deyir ki, nə danışırsan? Sən çox adam tanır, özdə biz getsə tanıdı, tanımadı. O qədər mehriban, o qədər xoş bir... Yəni inanın ki, mən bu çərçivəyə yığıb danışa bilmirəm. O Çox qədər, sağ ol, hə, çox Allah sağ ol, razı Çox olsun. sağ olun. Örnək götürsünlər insanlar, baxıb ibrət götürsünlər ki, evin nə qədər istəyir 4 mərtəbəli villa olsun, istəyir dünyanın ən varlı insanı ol. Əgər sənin qəlbin zəngin, varlı deyilsə, sən o təbəssümü, o mehribanlığı insanlara verə bilmirsənsə, demək ki, dünyanın ən kasıbısan, xəbərin yoxdur. Əlbəttə. Bildiyim Vallahi, qədər də 4-5 dil bilirsiniz. Bilirəm, bəli. Maşallah olsun. Bilirəm. Hansı dilləri? Avar bilirəm, axaq dili bilirəm. Amma siz axaq dilini bilməzsiniz, bunlar bilir. Mən ki, avar dilim deyirəm. Hə, axaq. bilirəm. Rus dilini bilirəm. Aha. Azərbaycanca bilirəm, bir də bunların dilini, çaxır dilini. Caxır dil, özdə bunların. Deməli, bir də diqqətinizə çatdırım ki, gələndə stolun üstündə kitab var idi. Təbiət haqqında və bitkilər haqqında. Həm xəstəlik, həm müalicəsi haqqında. Müalicəvi və xəstəliklərin müalicəsi haqqında. Bəli. Eyni zamanda Zəlimxan Yaqubun kitabı idi. Və səhv şeirlər, etmirəm. bəli. Şeirlər. Onu oxurdu. Görürsünüzmü? Hə. Hər hansı yaşda olursan ol, bil ki bir kitab 1000 nəfərin psixologiyasını daşıyır. Bəli. Bunu oxumaq vacibdir. Çayımız içə çox maraqlı söhbətimiz olacaq. Özdə biraz əvvəl girdim. Dedi ki, südülü eləyəcək, quru ətinə, qaxacına. Bircə bişirəcək, mən də Bəli. kömək eləyəcəm, əlimdən gəldiyi qədər. Eləyəsiz. Həm qonağam, həm də elə bir bu günlük ananın Bizim evin adamısınız. adamıyam da, Bəli. adamsan sonra Orxandan kömək kim eləməsən. gəlirsə bu evin adamıdır. Sağ olsun Orxan da bizə çox dəstək olub. Orxan, sənə çox minnətdaram Orxan. Sənin bu qədər işə yaramağı bilvirdim. Mən bir fikir bildirmək istəyirəm ki, bax indi ana dedi ki, bu kənd qocalar evidir. Amma qocalar evində ziyarət etmək lazımdır. Bəli. Gənclər Bəli. gəlməlidir. Bir tur təşkil edəcəm Allahın izni ilə. Hə, inşallah. Bakıdan qatarla Zaqatala, Zaqatalada da otel təşkil edəcəyik. Hətta qalmaq imkanı olsa burada turla gələcəyik. Artıq ucqar kəndlərdə yaşayan yaşlıları həm sevindirəcəyik, həm də ki Nə bunlar yaxşı olar. ziyarət edəcəyik, xatirələrimiz olsun. Nə suva Çünki işdir. onlar üçün ən gözəl məncə hədiyyə onları gəlib görməkdir. Bəli, bəli. Onlarla xoş bəli. anları yaşamaqdır. Ümid edirəm ki, bax bu kampaniyamıza insanlar gələcək və bərabər Orxan sizinlə də birgə bu kampaniya həyata keçirəcəyik. İnşallah, inşallah. Onsuz mövzumuz çox olacaq söhbətimiz sizlə. Çünki həm insanlar haqqında fikirləriniz, çəkilişlərimizi də izləyirsiniz. Bəli. Mən bu saxta qidalara qarşı Ben olan onu adamam. dedim, yoldaşıma dedim. Vay, Hə. görürsən deyirəm, doğrudan da hər şeyin içində qatıq var. Bəli. O mübariz qardaş necə gedib deyirəm, onları yoxlayır, üzə çıxarır. Bəzisi orada dedi, çəkmə məni. Ha, O dedi, düzdür, dedi, düzdür. çəkmə deyirəm. Görürsən, niyə çəkmir? İnsanlar yeyən şey təbii şey yesin də. Görürsünüz, Ha. yəni ucqar Hə, kəndlərdə mən bizi biz izləyirlər baxmışıq, yəni. bəli, Faydamız bəli, az baxmışam. da olsa toxunsunlar. Toxunur əlbəttə. Mən Sizdən sizin ibrət götürün. əllərinizdən öpürəm. Çox sağ olun, Allah Sizin də. eləməsin. Çox sağ olun. Çox Allah. dəyərli insansınız. Çox sağ olun. Siz bu ölkənin qənimətlərisiniz. O Çox qənimət sağ olun. ki, sizin dualar kəsilsə bu ölkəyə bəla gələr. Bəli, Bizi qoruyan yaşlıların. yaşlıların dualarıdır. Bəli. Buna görə onları tez-tez ziyarət edək və görək, görüşək. Bunları az da olsa, balaca da olsa Ürəklərini sevindirək. şadlandıraq. Bəli, şadlandıraq. Nə xoş halımıza ki biz onları az da olsa şadlandıraq.
Bismillah. Bu nə mürəbbəsidir? Əncil. Burada əncir olmur, bazardan al. Gəlin bişirib göndərib gəlini. Aynı uşaqla gələcəm. Bəli, Burada burada elə bir yataq otağıdır. yük deyirlər. Yük, bəli. Yorğan döşək. Bəli. Bax burada heç. Hə, gələndə o qonaqdır, oğlanlardır, gəlinlərdir. Hə. Necə oldu yatırıq da daha. Nara kasıbın evidir. Nə eləyəsən? Qəşəng, şükür. Vallahi, Sən gəlirsən. Maşallah, baxdım. Adi nişvanın qapısını örtdü. O qədər sərgəli qalxdı yığıb. Doğru. Maşallah olsun. Maşallah. İndi hər gəlin elə deyil. Nə vallahi. Gedin. Daha. Sən mətbəğin. Bəli. Aha. Gəl, mən köməyim, sən əziyyətsən. Bir buna doğraya biləcək. Sən mənə deyirsən. Nə Mənə bilim deyirsən. qadın, bilməm də itidir deyil. Bismillah. Siz deyirsiniz ya keyfiyyətsiz şeylər bura. Mübariz qardaş, baxın, çapacaq təzə almışam. Güya təzə alıb. Ki, Hə. sonra mənim davam budur da. Cəmaatı bax, Hə. pensiya alır, əziyyətlə. Hə. Gedir bir dənə çapacaq alır. Bax, Bir dənə vurmaqla əyilib o günə düşdü vəziyyət. görsən. Bəli. Bismillah. Bu yuyulmalıdır dostlar. Çünki Ha, açıq ha, havada bəli. olur. Düzdür, Bəli. buradan da təzifdə qurudur. Hə, tənzifdə qurutmuşuq. Amma yenə Özdə o duzunu da az eləmişik. Biz çox vurmuruq duzu. Hə, duzu. Yerdə çox duzlu eləyir. Yo, biz duzu çox vurmuruq. Orxan da maşallah yorulub da Orxan da yatır. Hə, yatır, qoy yatsın. Orxanın oyaq günün görməmişəm. Yolda izdə çox olur da, yolda izdə çox olur o. Bura əti qoyduq, bişənə yaxın, birazdan da Qaynayanda soğan qaynayanda tökəsiq. Soğan toyaq. Təmizləyib, doğrayıb soğan tök əlavə eləyəsik. İnşallah. Sonra uca bişərsin axırda bir iki dənə kartoşka salırıq. Ondan sonra biz İri gedib xam. xəmir yoğuracağıq. Ha, ona kimi də xəmir yoğurursunuz belə. İstədim ki, bu arada həyətlə də tanış edim ki, nələr var. Yay mətbəğində nələr var. Deməli, soyuducusu var. Bir çox qədimi radio və kaset bilmirəm. Yadında olanlar olar, olmaz. Belə bir kaset də var burada, bax belə. Yenə şükür Allaha ki, istilik var evdə, isti sular var. Özləri üçün bir şərait qurublar, şükür Allaha. Buna da şükür ki, öz şəraitlərində, öz doğma halı ilə yaşayırlar. Ən birinci qız oldu, oğlan oldu, təhsil lazımdır. Oxumaq. Müt oxumalısan, müt. Yəni gənclik dövrünə qayıtsan, Qayıtsam mən oxuyardım. oxuyar. Bəlkə də oxumuşam. Kapresinin texnikomu qurtarmışam Eləmi? ticarəti. Ərzaq mallar üzə əmtaşınasam. Aha, Qurtarmışam. Amma evlənəndən sonra da davam elətdirmədim. Elətdirmə. Bəli, uşaqlar oldu, ayında olmasın. Ondan sonra davam elətdirmədim. Amma qurtarmışam texnikomu. İndi Yoldaşınla qırmızı Benim diplomla. o qırmızı yoldaşım qırmızı diplomla Balakəndə Politexnik Texnikumu qurtardı. Maşallah. Bəli. Orada o biz təzə ev başlayanda tikməyə. Onda o gənclər ili var idi. Elə bir imtahanla mı götürür, qəbul eləyirdilər uşaqları. Neçənci il idi o yadıma gəlmir. Bu yoldaşım getsəydi ora 80-ci illər idimi? Elə bir kim qırmızı diplomla qurtarılıbsa gənclər Hə, ili o- idi. onda Onda qal- imtahansız qəbul eləyirdilər. Ha. Bu instituta gedə bilərdi, daha evlər başlamışdıq. Tikmə şəhərdə evlərimiz var bizim. Ha, eləmi? Hə, şəhərdə oğlum qalırdı. Ha, amma buranı seçirsiniz qalmaq Benim üçün. yoldaşım da o da necə olub? Qaynanam deyibdi ki, mən deyir südümü halal eləməyəcəm yoldaşıma. Əgər buraları sən tərgisən,
bax bu. İndi işe bax da. İndi bundakı hünərə də bu anasının sözündən çıxmıyor. Bəli. Bəli, anasının sözündən çıxmıyor, burada oturur. Görürsünüz. Bəli, Elə bəli. insanlar da bu dövrdə yaşayır Hər şey, ki, bəli. valideynlərinin vədini, sözünü tuturlar. Hə, Hər bir əziyyətə qatlanırlar. Otururlar, Amma bəli. orada oturub onu gözləyir. Mən də daha yoldaşım harda, mən də orada. Yəni hər qadında elə olur. Onu da demək Bəli, lazımdır. şəhərdə böyüyən qız olmuşam mən. Gəlmişəm bura kəndə. Deməli məlumat üçün bildirim, o epizodu görmədiniz. Sonradan fikir ayrılığı olmasın. Soğanı soydu, sonra yudu. Yudum. Ha, bax, gətirdim, suludur, bəli, bəli. yudu. Ha, yuyub gətirdim. Bəli. Ver mən doğruyum Yox, istəyirsən. kilo mən doğrayacağam. İndi o ət qaynayacaq. Aha. Qaynayan momentdə mən bu soğanı tökəcəm qazana. Ha, o orada Sonra bişəcək. bişəcək qazan ətlə, soğan bişəcək bir yerdə. Ondan sonra görürəm ki, ət bişəndən sonra bir 3 dənə iri kartof salacağam içinə. Ha, kartof da olur. Kartof da Ha. bəli. Bəziləri kartofla eləmir. Amma dadlı biz olur. kartof dadlı olur. O qaxacın dadı keçir kartoşkaya. Aha. Dadlı olur yemək. Ha, əla. Ha. Sonra xəmir yoğuracaq. Ha, indi xəmirabını mən soğanımızı da doğrayıb hazırlayım, xəmir başlayacağım. Elə xəmiri keçsə O içərdə içərdə yeyək, yoğuracağım, ki, bəli. soyuq olmaz. Bəli. Gir sularını da doldurub gətirirəm ki, rahat olsun. Bura dala görə fındığı da hazır olsun. Qapağı götürürük də, hə onu. Bismillah. Deyim baxın, yerləşəcəkdim. Yerləşəcək. Ha, yerləşdi. Oldu. Elə bir neçə ilə burada yaşamısınız. Valla. Maşallah, maşallah. Hər şeyi bilir. Mən gedirəm suyu doldurum ki. Aslında mən doldurasın. Yo, Mən niyə? də çəkmalıyım. Bu qaynanamçından qalıbdı. Demək, mən bundan biri var idi. Bir dostuma dedi ki, ver bir dənə işimiz var görək. Verdim, it də getdi, Əllə it də. nəfəsincə. Ha. İndi bir dənə lampa göstərəcəm. Qaynanamın cehizliği. Sən də forslanıb cehizlərin yığıb gətirib töhməyə bura. Ha. Qaynanamın cehizidir bu. Gətir görüm. O cehiz. Gəlinlik cehizidir. Bəli, bəli. O vaxt gəlin gələndə belə çıraq gətirirdilər qabağında. Uca neçə il olur bax. Hələ mən biz evlənən 52 ildir. 52-li bu görmüşəm. Mən bunun 52 ildən də əvvəl olub bu lampa. Bu da qaynayır bax. Bismillahirrahmanirrahim. Sühününü, xəmirini eləmişik, özünə gəlib. İndi başlayırıq sühülü çəkməyə. Xəmiri saldıq bura. Diqqətlə baxaq. Bəli. Xəmiri də yekə eləmişik, biraz balaca eləyək. Çoxdur. Ver bu yandan kündəliyək də. Hə, kündələyəcəm, bu qalsın. Biraz unluyuruq. Bəli, bəli, bəli. Sühünün ətidir. Ha. Yəni buna biraz sonra bir bacı tomat da vuracağım, kartoşkadır, bəli. Ya da Hə. alça turşusu vururdular. Yox. Zoğal, zoğal. Onu yeyəndə qoyasın Eləmi? stola, Ha, bəli. sarımsaq. Sarımsaqla. O yeyiləndə. Bax bizə belə çəkilir. İndi mən də çəkim. Hə, bizə belə çəkilir. Biz bunu beləcə qoyuruq da. Ha. bəs Uzatmırıq. Yo, yo, yo. Ay, üzr Ora istəyirəm. qoyaq İndi da. uzatdım, üzr istəyirəm. Bax, bax, bax.
bu ayda gəlib bu kəndlərdə sülülü yemək nə deməkdir bilirsinizmi? O yeyən bilər. Heç izah eləsəm də bilməyəsiniz. İki kuyu yan yana, su içtim yana yana. Sana süt veren anay ay aman, olsun mənə qaynana ay Ay aman. maşallah. Şaftalıyam kəlam mən, dilim yoxdur lalam Lalam mən. mən. Qonşuda bir yar sevdim ay aman, pulum yoxdur alam mən ay aman. Ay maşallah, maşallah. Kişi də bilir kimi alıbdı vaxtında. Suyu da hazırdı, qaynayır, şorbası da hazırdı. İndi bunu biz çəkdik. Birazdan hamısı hazır olanda tökəsiyik. Bişəcək. Əti də Atarıq keçir çölə. soyuğa. Suyu qaynayır, duz da vurmuşuq suya. Aha. İndi ucu da sürülünü tökürük. Burada da sülülü, Orada şorbasıdır, o da şorbası, o da hazırdır. kartof, soğan, quraq, biraz da Biraz da tomat pomidor vurmuşam. pastası əlavə Bəli, edin. pomidor pastası. O vaxtlar sürününü belə yekə belə iri qablarda verirdilər. Deyir, yəni İndi biz də adam iri qaba qoyacağıq, tökəsiyik. su qaynadı, duzlu suydu, duz Bəli, atmışdı. Sülülünü əlavə etdik. Burada da quru ət qaynayır, kartof əlavə etdi, soğan balaca doğramışdı, əlavə etdi. Biraz da pomidor pastası əlavə etdi. Duz isto. Bir Duz balaca isto. duz isto. İndi isə süfrəmiz hazırdır. Bəli. Yeməyə birazdan Ha, başlayırıq. birazdan başlayırıq. Süfrədə bir yerdə başlayarıq. Sülülümüz bişdi deyir. Bəli. Deyirəm ki, sonra Bəli. söz söhbət olmasın. Hə, olmaz. Bismillah. Bismillahirrahmanirrahim. Bəh, bəh, bəh. Bəh, 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 bəh. Bəh, bəh. Makaron yeyinir sizə, makaron Bəh, bişir. bilmə valla. İndi bunun hamısını Orxan yeyəcək. Nuşdur, kim yesə də nuşdur. Bəh. Bismillahirrahmanirrahim. Suyunu da tökürük. Sonra çörəyi doğrayırıq içinə. Yox, heç nə doğru. Doğrayırıq içinə. Ye. Lavaşa da sarırıq, Hə, hə. bürmə edirik. Hə, hə. Yenə Orxan söz söhbət yaratma. Hə, hə. Bismillah. Bismillah eləyin. Bu stəkan biraz çəkir. Orxan. Çox xoş gəlmisiniz. Bizim qapımız hər dəfə sizin üzünüzə açıqdır. Nə vaxt istəsəz gələ bilərsiniz. Çox şad olduq sizi görüb. Mən elə bildim yuxu görmüşəm, yuxudayam. Hələ də ayılmamışam bəlkə yuxudan. Mübariz müəllimi mən televizorda hər dəfə izləyirəm. Sağ ol. Və onun xörəklərinə baxıram. O gün də reseptini götürmüşəm. Südlə qabaqlı aş bişirmə. Bizə qabaq deyirlər. İndi orada boranı deyirlər. Ona görə indi biz də bunlara biz öz ləzgi yeməklərimizdən sühüllü bişirmişik. Bilməm daha xoşlarınıza gələcək yox. Yox, gələr. Bismillah eləyin. Halal xoşunuz olsun, nuş olsun. Sağ ol, Allah razı olsun. Amin. Allah canınızı sağ eləsin, süfrənizi açıq eləsin. Amin. Allahın amin. rəhməti, bərəkəti üzərinizə olsun. Amin. Amin. Bismillah. Çəkin bismillah Orxan, eləyin. buyur. Söz sən. Bir də imkan vermir Orxan. Allah, Allah. Buyur Orxan. Buyur Orxan, buyur. Da. Nuş olsun. Sağ ol. Güzellerinde elleri var olsun. Amin. Amin. Canını sağ eləsin. Sağ ol. Amin. Sizlə bir yerdə bala. Sizlə bir yerdə. Sizin də həmişə belə gələn günləriniz olsun. Bismillah. Bu turşudur. Mən turşu vuram. Sarımsı, zoğal turşusu. Deməli bununki biz zoğal turşusu. Bəli, bəli, Zoğal bəli. turşusunun gözəlliyinə baxayıq. Baba, 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 baba. Həyətimizdəndir. Özün Bəli, hazırlamısan. bəli, mən hazırlamışam. Vay, 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 vay. Bəli. Vay, 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 vay. Sarımsaq da verir. Dostlar, bilirəm Ramazan ayıdır, göz haqqınızı halal edin. Biz səfərdəyik. Bəli. İnşallah ki, axşama bişirim də. Burada nə var ki?
Xəmir yemək. Təzə ətlə də bişirə bilərsiniz. Təzə ətlə də yaxşı olur, amma bir qaxacın dadını vermir. Eləmi? Bəli. Qaxac kimi olmur. Görək də. Bəh, 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 bəh. Yox. Bilməz müəllim. Çox bəyəndim. Nə Çox. qiymət verir. Nə qiymət? Qiymət yoxdur buna. Bu qiymətsiz bir yeməkdir. Yəni o qədər dəyəri var ki, burada əl əməyi var, Bəli. göz nuru var. Xoş bir isti ev Bəli. aurası var burada. Çox Allah bu dünyadan köçənlərinizə rəhmət eləsin. Amin, amin. Çox sizin. Bu ocaqdan köçənlərə, valideynlərinizə Amin. rəhmət eləsin, sizə bərəkətli ömür versin, övladlarınıza, yaxınlarınıza, sevdiklərinizə. Amin mübariz mənim, amin. Bizə Sizi nə çox diləyirsiz, sizə sevirik. də olsun. Çox Allah sağ razı olun. olsun. İndi isə mən sağollaşmaq istəyirəm. Yeməyimizi rahat yeyək. Bəli. Özünüzdən müğayət olun. Allaha əmanət olun. Çox sağ olun, çox sağ olun. Mən Gəldiniz, sizin- saydınız. Sizdən o qədər xoş bir təəssürat gördüm ki, ifadə Çox edə sağ olun, bilmirəm. Çox sağ olun. Allah ömrünüzə bərəkət versin, ruzunuzu bol eləsin, sağlıq eləsin. Amin. Bu ocağınız daimi isti olsun. Amin. Sağollaşıram mən. Sağ olun, var olun əzizlərim. Allah hər birinizə kömək olsun. Siz də nə vaxt istəsəz qapılarımız açıqdır, gələ bilərsiniz. Sağ ol. Bəli, yayda gəlin. Bəli, gəlin. Gələcək, gəlin, inşallah. gəlin, gəlin. İnternet çəksin. Mütləq gəlib onu çəkib işıqlandıracaq. Bu cavan oğlana da buradan bir dənə qız taparsıyıq da. Bu evləndirəcəyik. Nə, inşallah. Hə, evlənməyibdi cavan qıza da bir İnşallah. ikinci qız tapasıyıq buna. İnternet çəkilsin, gəlib çəkiliş edəcəyik, onu da Bəli. işıqlandıracaq. Bəli, çox Sağ olun. Çox Sağlıqla qalın. Sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Gələcəm yenə. Çox sağ olun. Çox sağ Sağ olun olacaq. gəldim. Sağ olun. Halallığın yerində Hə, hər şey. haqqınızı halal eləyin, əziyyət verdi. Sağ olun. Sağ olun, sağ ol. Uzun yolun yolcusu, sizinle lezzet olcusu. Şərq Vadisi otel və restorandan sizi salamlayıram. Bir neçə gündə artıq mən bu oteldə qalıram və şəraiti mənim üçün çox uyğundur. Telefon nömrəsi görürsünüz, sosial mediadan zəng edib yer ayıra bilərsiniz. Ümumi məkan haqqında məlumat vermək istəyirəm. Məkan gördüyünüz kimi terası var, böyük. El şənliklərini, 300 nəfərlik tədbirlərinizi belə edə bilərsiniz. Burada böyük bir restoran mövcuddur. Eyni zamanda oteli, VIP otağı, suit, yarım suit və standart otaqlarda mövcuddur. Zaqtala, Balakən, Qax bu bölgəyə gələrkən elə məhz burada da rahat ailənizlə birgə qala bilərsiniz.